Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Müəllimlərin işə qəbulu və müəllimlərin sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün 50 sualdan ibarət bir sınaq hazırladım və bu günləri mən sizə həmin sınağın cavablarını, izahını və hansı açar sözlə yadda saxlamağını aydın şəkildə izahını edəcəm. Və bildiyiniz kimi imtahanlara çox biraz vaxt qalıb. Mən inanıram ki, bu günləri mənim 50 sualdan ibarət verəcəyim bir izah müəllimlər üçün çox yararlı olacaq. Həmçinin deyərdim ki, imtahanda bu 50 sınağın içərisindən düşəcək suallar var ki, böyük ehtimaldır ki, mən həmin sualları bu günləri tərtib edib hazırlamışam. Başlayalım izahımıza. İlk sualımıza deyir ki, bir hərəkətin icrası zamanı bir neçə hərəkə qabiliyyət tələb olunur. Hərəkətin təyinatından asılı olaraq hər hansı hərəkə qabiliyyətə aid ola bilər. Dayak hərəkət aparatının nisbətən iri oynaqlarda hərəkətin maksimal amplitudası ilə müəyyənləşdirilir. Bu xüsusiyyətlər hansı hərəkə qabiliyyətə aiddir? Mən ilk 8 sualdan müəllimlər bədən nəyilmə qabiliyyətinin, qüvvənin, çeviklik və dözümlük hərəkə qabiliyyətlərinin hər birinin ümumisini və xüsusunu hazırlamışam. Və hər il müəllimlərin işə qəbul imtahanında bu 8 sualdan biri düşür. Və ehtimal böyükdür ki, bu ildə yenidən həm müəllimlərin işə qəbul imtahanında, həmçinin də müəllimlərin sertifikasiya imtahanında bu suallardan biri düşsün. Bunun üçün hazırlamışam bunları. Baxın, deyir ki, müəllimlər, bir hərəkə icrası var, bir neçə hərəkə qabiliyyət. Bax, bir neçə. Açar sözün biri budur. Və digər tərəfdə isə deyir ki, dayak hərəkət aparatının nisbətən iri oynaqlarda, hərəkətin maksimal amplituda, bax, amplituda varsa burada, təbii ki, bədən nəyilmə qabiliyyətinə aiddir. Və iri oynaqlar da həmçinin deyirsə, yenə bədən nəyilmə qabiliyyətinə aiddir. Amma bir neçə hərəkə qabiliyyət deyirsə, müəllimlər, bu heç vaxt xüsusi əyilgənlik qabiliyyəti ola bilməz. Deməli, cavab ümumi əyilmə qabiliyyətidir. Amma xüsusi əyilmə qabiliyyətində görün nə deyir, diqqətli olun. Hər hansı hərəkə fəaliyyətin icra üsulunun müvafiq amplituda da yerinə yetirməsi ilə təyin olunur. Hərəkətin deyir təyinatına görə yalnız bədənin əyilmə qabiliyyətini inkişaf etdirir. Bu xüsusiyyətlər hansı hərəkə qabiliyyətə aiddir? Bax, sualda açar sözlərin biri budur. İcra üsulunun müvafiq amplituda da, bax, müvafiq. Həmçinin deyir, hərəkətin təyinatına görə yalnız bədənin əyilmə qabiliyyətini inkişaf etdirir. Təbii ki, bu açıqlamada olacaq nə? Xüsusi əyilmə qabiliyyətini. Daha sonra 3-cü suala baxaq. Deyir ki, bir hərəkətin icrası zamanı bir neçə hərəkə qabiliyyət tələb olunur. Bax, bir neçə hərəkə qabiliyyət deyirsə, təbii ki, burada ümumilik var, xüsusilik yoxdur. Və müəllimlər, bədən nəyilmə qabiliyyətidir, çeviklikdir, bir də dözümlülükdür. Bunlarda açar sözlər var. Amma qüvvənin yalnız ümumisində açar söz yoxdur. Elə konkret olaraq belə deyək də qısa şəkildə. Bir hərəkətin icrası zamanı bir neçə hərəkə qabiliyyət tələb olunur. Bu ümumi qüvvənin açıqlamasıdır. Yəni bunu sualın cavabı olacaq ümumi qüvvə və İstərseniz sualın ardını da oxuyun. Deyir, hərəkətin təyinatından asılı olaraq hər hansı hərəkə qabiliyyətə aid ola bilər. Bax, hər hansı. Görürsünüz? Yəni, burada xüsusilik yoxdur. Ona görə ümumi qüvvə qabiliyyətidir. 4-ə baxın. Deyir ki, hərəkətin təyinatına görə ancaq qüvvə qabiliyyətini inkişaf etdirir. Bax, gördünüz? Yalnız burada belə deyək də bir məhdudiyyət var. Deyir ki, ancaq qüvvə qabiliyyətini inkişaf etdirir. Misal üçün, buna deyə bilərik ki, turnikdə dartınma, uzanıqlı vəziyyətdə gövdənin, belə deyək, yığılması, uzanıqlı vəziyyətdə gövdənin açılıb yığılması nədir? Bədənin ön əzələ qüvvəsini inkişaf etdirir. Və turnikdə dartınma qüvvənin yuxarı tərəflərini inkişaf etdirir. Deməli, bu açıqlamanın cavabı nə olacaq? Xüsusi qüvvə qabiliyyəti olacaq. Yuxarıdakı oldu, hə, ümumi qüvvə qabiliyyəti, aşağıda 4-cü sualımızın cavabı isə oldu, xüsusi qüvvə qabiliyyəti. Keçəlim 5-ə. Deyir ki, insanın müxtəlif hərəkə fəaliyyətinin idarə olunması, bax, idarə olunması və tənzimlənməsinə hazırlığı kimi dəyərləndirilir. Bu xüsusiyyətlər hansı hərəkə qabiliyyətə aiddir? Müəllimlər, idarə olunma, tənzimlənmə, koordinasiya, müvazinə, texniki, taktiki, optimal, mürəkkəb, bu sözlər əsasən çevikliyə aid olan bir xas olan xüsusiyyətlərdir, deyimlərdir. Bax, ona görə deyirəm. Burada əgər deyirsə ki, müxtəlif hərəkə fəaliyyətin, artıq burada belə deyək, məhdudiyyət yoxdur, ancaq demir, yalnız demir. Müxtəlif hərəkə fəaliyyətinin idarə olunması və tənzimlənməsi deyirsə, bu sualın cavabı olacaq ümumi çeviklik, müəllimlər. Yadınızda qalsın. Cavab ümumi çeviklik. Amma xüsusi çeviklikdə görün nə deyir? Deyir, hər hansı ixtisas sahəsində, artıq bax, ixtisas sahəsində hərəkə fəaliyyətinin idarə olunması və tənzimlənməsi qabiliyyətidir. Bu xüsusiyyətlər hansı hərəkə qabiliyyətə aiddir? Bunun da cavabı olacaq müəllimlər, nə? Xüsusi çeviklik. Yalnız xüsusi çevikliyə aiddir. Bax, ümumi çeviklikdə deyir ki, müxtəlif hərəkə fəaliyyətinin idarə olunması və tənzimlənməsi, amma xüsusi çeviklikdə nədir? İxtisas sahəsində hərəkə fəaliyyətinin idarə olunması və tənzimlənməsi. Bunu da götürəcək xüsusi çeviklik. 7-yə baxaq.
Deyir ki, nisbətən aşağı intensivlikli fiziki yükün davamlı icrası zamanı təzahür etdirilən qabiliyyətdir. Burada vaxt nəzərə almadan uzun müddət yerinə yetirilən hərəkətlərə aiddir. Bu xüsusiyyətlər hansı hərəkət qabiliyyətə aiddir? Müəllimlər, baxın, deyir ki, nisbətən aşağı intensiv fiziki yükün davamlı icrası. Buna əsasən silsiləli hərəkətlər aiddir. Misal üçün buna deyə bilərik ki, yeriş, qaçış, velosiped sürmək, üzgüçülük və s. Bunların hər biri ümumi dözümlülük xüsusiyyətinə aiddir müəllimlər. Bax, hər imtahanda mən deyərdim ki, düşmüş bir sualdır. Aşağı intensiv fiziki yükün uzun müddət belə deyək, davamlı icrası, ümumi dözümlülük deməkdir. 8-ə baxın. Deyir ki, hər hansı idman növündə hərəkətin yarış şəraitinin tələblərinə bax, məhdudiyyətə bax, yarış şəraitinin tələblərinə müvafiq rejimdə icrası zamanı təzahür etdirilən qabiliyyətdir. Bu isə müəllimlər xüsusi dözümlülüyün açıqlamasıdır. Belə yadda saxlayın. Sonra 9-a baxaq. Deyir ki, buraya bütün dərslərdə istifadə olunan sıra və ümuminkişaf hərəkətləri daxildir. Bu xüsusiyyətlər verilmiş variantların hansına aiddir? Müəllimlər, ümumiyyətlə resurslar iki formada olur. Resurslar dərsin məzmununu, həmçinin alt standartının reallaşdırılması üçün olan bir formadır. Burada da bizdən soruşur ki, dərslərdə istifadə olunan sıra və ümuminkişaf hərəkətləri daxildir. Müəllimlər, resurslar dedik iki cür olur. Var ümumi resurslar, var xüsusi resurslar. Burada da artıq sıra və ümuminkişaf hərəkətləri daxil deyirsə, bu ümumi resursların belə deyək, aid olan bir hissədir. Yəni cavab ümumi resurslardır. Ona baxın, deyir ki, buraya dərsin əsas hissəsi üçün seçilmiş kömək, əsas, hazırlayıcı hərəkətləri və qiymətləndirmə normativləri daxil edilmiş hərəkətlər aiddir. Bu xüsusiyyətlər aşağıdakılardan hansına aiddir? Müəllimlər, dedik axı, resurslar iki cür olur. Sıra və ümuminkişaf hərəkətlər aid oldu ümumi resurslara, amma köməkçi, əsas, hazırlayıcı və həmçinin qiymətləndirmə hərəkətləri isə xüsusi resurslara aiddir və cavab da məhz xüsusi resurslardır. 11. Deyir ki, şagirdlərin hərəki fəaliyyətin dərsdə təşkili, istiqamətləndirilməsi və tənzimlənməsi üçün tətbiq olunan sərəncam və əmr formasında verilən komandalara müvafiq icra edilən hərəkətlər hansıdır? Bax, açar sözün biri müəllimə burada sərəncam və əmr formasında. Ola bilər ki, imtahanda heç bu, məsəl üçün, təyin etdiyim vergülə qədər düşə bilər ki, sual heç sərəncam və əmr düşməz. Onda bu zaman belə yadda saxlayasınız ki, şagirdlərin hərəki fəaliyyət dərsdə təşkilini, istiqamətləndirilməsini və tənzimlənməsi, bunların hamısını idarə etmək üçün bu xüsusiyyətlər müəllimlər sıra hərəkətlərinə aiddir. Yəni bu sualın cavabı sıra hərəkətləridir. 12-yə baxalım. Deyir, struktur cəhətdən əsas hərəkətə uyğun olan əsas hərəkət nədir? Dərsin əsas hissəsində tətbiq edilir hər hansı bir oyun, yarış, hərəkət. Sonra dərsin əsas hissəsində tətbiq ediləcək oyun, hərəkət kompleksi və s. icra edəcək əsas əzələ qruplarının qızışdırılması və uğurlu icraya hazırlanması məqsədi ilə istifadə olunan hərəkətləri seçin. Müəllimlər, bir çox müəllimlərimiz bu sualın cavabını gedirlər, bəzi hallarda ümumi ümuminkişaf hərəkətləri götürürlər və ya da əsas hərəkətləri götürürlər. İndi az sonra onların da izahını verəcəm. Xeyr, qarışdırmayın. Burada məqsəd nədir? Deyir, əsas hərəkətə uyğun deyir əzələlərin qızışdırılması. Biz əsas hərəkətə uyğun əzələlərini qızışdırırıqsa və ya əsas hərəkətlərə uyğun qızışdırırıqsa, burada təbii ki, hazırlayıcı olacaq. Hazırlayıcı hərəkətlərdir bunlar, müəllimlər. Qarışdırmayın. Cavab hazırlayıcı hərəkətlər. 13. Mürəkkəb quruluşlu icra üsullarının öyrədilməsi zamanı. Burada saxlayaq, bax, mürəkkəb nə deməkdir? Çətin. Əgər şagird hər hansı bir hərəkətin icrasında çətinlik çəkirsə, müəllim ona nə edəcək? Təbii ki, kömək edəcək. Bax, açar söz budur. Mürəkkəb, köməkçi. Gəl yenidən oxuyalım. Deyir, mürəkkəb quruluşlu icra üsullarının öyrədilməsi zamanı texniki elementlərin mənimsənilməsi və təkmilləşdirilməsi məqsədi ilə istifadə olunan hərəkətlər kompleksidir. Bu xüsusiyyətlər hansı hərəkətlərə məxsusdur? Dedim axı, mürəkkəb nə deməkdir? Çətin. Və çətinlik varsa müəllim orada nə etməlidir? Kömək. Təbii ki, deməli. Bu sualın cavabı nə olacaq? Köməkçi hərəkətlər. Cavab köməkçi hərəkətlər A variantı. 14. Orqanizmin ümumi psixi hazırlığının ayrı-ayrı əzələ qruplarının hazırlıq səviyyəsini yüksəltmək məqsədi ilə istifadə olunan müxtəlif idman növlərinə aid hərəkətlər kompleksidir. Bu ifadə hansı anlayışa aiddir? Baxın müəllimlər, orqanizm ümumi psixi hazırlıq açar söz və həmçinin ayrı-ayrı əzələ qruplar. Düzdür, hazırlayıcı hissədə də deyirik ki, ayrı-ayrı əzələ qruplarının qızışdırılması. Burada isə orqanizmin deyir ümumi psixi hazırlığı üçün əzələlərin belə deyək, ayrı-ayrı əzələ qruplarının hazırlıq səviyyəsi. Burada zədələnmələrin qarşısını almaqdan ötürüdür. Hər hansı bir sınığın, çıxığın, təhlükəsinin qarşısını almaqdan ötürü orqanizm qızışdırılmasıdır, hazırlığıdır və bu da müəllimlər ümuminkişaf hərəkətlərə aiddir. Açar sözlər orqanizmin və ayrı-ayrı əzələ qruplarının. Cavab oldu ümuminkişaf hərəkətləri.
15. Deyir ki, ayrı-ayrı hərəkət qabiliyyətinin inkişafına yönəlmiş, icra rejimləri əvvəlcədən müəyyən olunmuş, ardıcıllıqla və intensivliklə müvafiq yerinə yetirilən hərəkətlər kompleksidir. Bu tərəfə uyğun gələn variantı seçin. Bax, müəllimlər, deyir, ayrı-ayrı hərəkət qabiliyyətlərinin inkişafına yönəlmiş. Həmçinin icra rejimi əvvəlcədən bu xüsusi hərəkətlərin açıqlamasıdır. Və burada əlavə olaraq deyə bilər ki, xüsusi qruplarda fiziki qüsurlu şagirdlərin də hazırlığından üçün də istifadə olunan hərəkətlər hansıdır? Bu zamanda yenə xüsusi hərəkətlər deyəcək. Həmçinin deyir ki, icra rejimləri əvvəlcədən müəyyən olunmuş. Təbii ki, bir fiziki qüsurlu bir şagirdi biz hazırlayacaqsa, əvvəlcədən nə edirik? O şagirdi hansı mərhələlərdən, hansı icra rejimləri ilə hazırlatmalıyıq? O qüsurları aradan götürməliyik, biz onu əvvəlcədən planlaşdırmalıyıq. Ona görə burada da deyir ki, icra rejimləri əvvəlcədən müəyyən olunmuş. Həmçinin cümlənin içərisində əlavə olaraq fiziki qüsurlu şagirdlərlə işləmək dediksə, bu aid olacaq xüsusi hərəkətlərə. Sonra 16. Dərsin məqsədini reallaşdırması üçün seçilmiş icra üsullarının öyrədilməsi, təkmilləşdirilməsi, hərəkət qabiliyyətlərin inkişafına yönəlmiş hərəkətlər kompleksidir. Bu xüsusiyyətlər hansı hərəkətlərə daxildir? Təbii ki, müəllimlər, əsas hərəkətlərə. Deyirək, bax, dərsin məqsədinin reallaşdırılması, icra üsullarının öyrədilməsi, təkmilləşdirmə, hərəkət qabiliyyətlərin inkişafı harda edəcək? Dərsin əsas hissəsində elə əsas hərəkətlər. Cavab əsas hərəkətlərdir, müəllimlər. 17. Fiziki yükdən sonra deyir, orqanizm bərpasına yönəlmiş tənəffüs hərəkətləri və əzələlərin boşaldılması məqsədilə icra edilən hərəkətlər hansılardır? Təbii ki, orqanizm bərpasına biz dərsin tamamlayıcı hissəsində çalışacağıq və buna da bərpaedici hərəkətlər deyirlər. Müəllimlər, bax, orqanizmin əvvəlki vəziyyətə qayıtmaq, bərpasını, tənəffüsü bərpa etmək. Bunlar olacaq nə? Bərpaedici hərəkətlər. 18. Şagirdlərin fiziki hazırlıq səviyyələrinin, ayrı-ayrı hərəkət qabiliyyətlərin, inkişaf dinamikasını qiymətləndirmək üçün istifadə olunan hərəkətlərdir. Bu anlayış hansını ifadə edir variantlardan? Bax, deyirək ki, hazırlıq səviyyəsinin, həmçinin ayrı-ayrı hərəkət qabiliyyətlərin dinamikasını qiymətləndirmək üçün burada ola bilər diaqnostik, summativ, testləşmə, sual-cavab, hər biri bunların bu formada aparılan qiymətləndirmələr elə məhz qiymətləndirmə hərəkətlərinə aiddir bu açıqlama, bu cümlə, bu sual, müəllimlər. 19. Deyir ki, dərsin getişi prosesində ayrı-ayrı şagirdlərə verilən, ayrı-ayrı, açar sözlər, müxtəlif tapşırıqlar, ev tapşırıqları, həmçinin xüsusi qruplara aid olan şagirdlərlə iş zamanı istifadə olunan forma fiziki tərbiyənin hansı tədris formasına daxildir, müəllimlər? Fiziki tərbiyənin biri var formaları, bir də var fiziki tərbiyənin tədris formaları. Bunları heç vaxt qarışdırmayın. Fiziki tərbiyənin formaları 3-dür. Təhsil səviyyələrinə görə də burada onların açıqlamaları var, tədrisi var. Fiziki tərbiyənin formaları fiziki tərbiyə dərsləridir. Xüsusi qruplarda fiziki tərbiyədir və dərsdən kənar fiziki tərbiyədir. Amma bizdə fiziki tərbiyənin tədris formalarından gedir sual. Deyir ki, fiziki tərbiyənin tədris hansı formasına aiddir? Və fiziki tərbiyənin də 3 tədris forması var. Qrup formasıdır, fiziki tərbiyənin qrup formasıdır, fiziki tərbiyənin frontal formasıdır, bir də fiziki tərbiyənin fərdi formasıdır. Burada isə bizə deyir, ayrı-ayrı şagirdlərlə işləyirsə, deməli, hər kəsə ayrı-ayrı yanaşırsa, burada nə olacaq? Fərdi forma olacaq təbii ki. Sualın cavabı deməz, dərsin fərdi formasıdır. 20. Fərdi, kiçik qruplar və komandalar arasında keçirilən yarışlar formasında icra oluna bilər və həm oynaqların mütəhərrikliyinə, həm də əzələ bağ aparatının elastikliğinə şərait yaradır. Bu xüsusiyyətlər hansı hərəkətlərə aiddir? Bax, müəllimlər, fərdi, kiçik qruplar və komandalar arasında keçirilən yarışlar. Burada bir dinamika var, bir hərəkət var. Bu dinamik hərəkətlərə aiddir. Amma statik hərəkətlərdə gör nə deyir? Dinamikdə fərdi, kiçik qruplar var və yarışlar var, hərəkət var orada. Amma statik hərəkətlər nə deyir? Daha çox bir oynaq və onu əhatə edən əzələ bağ aparatında mütəhərriklik və elastiklik dərəcəsini artırmaq məqsədilə tətbiq olunan hərəkətlər. Bunlar isə statik hərəkətlərə aiddir, müəllimlər. 22. Deyir, fiziki tərbiyədə müəllim, fiziki tərbiyə dərsində müəllim dərsə başlamazdan əvvəl deyir, avadanlıqları yoxlamır. Dərs zamanı şagird nasaz gimnastika alətindən istifadə edərək zədələnir. Bu hadisənin qarşısını almaq üçün hansı mərhələdə düzgün tədbir görülməlidir? Deməli, müəllim dərsə başlamazdan əvvəl avadanlıqları yoxlamır və dərs zamanında hər hansı bir şagird nasaz gimnastika alətindən istifadə edərkən zədələnir. Və bizdən soruşur ki, bu hadisənin qarşısını almaq üçün müəllim ilk öncə hansı tədbiri görməlidir? Cavablara bax. Deyir, dərsdən sonra. Dərsdən sonra nə edirəm mən? Artıq hadisə baş verir. Ümumiyyətlə, müəllim dərsdən əvvəl avadanlıqları quraşdırmalıdır, yoxlamalıdır və dərsin sonunda isə yerinə yığıb daha bir təhlükəsiz ərazidə, belə deyək, məsafədə yerləşdirməlidir avadanlıqları. Müəllimin vəzifəsi budur. Amma burada artıq müəllim deyir, nə edib? Hər hansı bir avadanlığı yoxlamır və şagird də nasaz gimnastika alında hərəkət eləyir, zədə alır. Əsas hissədə, xeyr, əsas hissədə etdirməsi girişlə hazırlayıcı hissədə olar deyirsiniz, nasaz alət. Xeyr, bu da olmaz. Tamamlayıcı hissədə baxaq.
Xeyr, tamamilə dərsin sonudur artıq. İş işdən keçib hadisə baş verib. Və deyir yalnız qəza baş verdi. Xeyr. Deməli yalnız qəza baş verməsə müəllim avadanlıqları yoxlamayacaq. Bu da düzgün fikir deyil. Amma C variantında nədir? Dərsə hazırlıq mərhələsində, bəli, müəllim ilk gəldikdə başladı. Dərsə hazırlıq mərhələsində artıq bütün avadanlıqları və bütün təhlükəsizlik sistemini yoxlamalıdır zalda. Cavab dərsə hazırlıq mərhələsində. 23. Deyir, fiziki tərbiyədə şagirdlərdən biri dərs zamanı saat və asma sırığı ilə məşq edir və hərəkət zamanı deyir, zədələnir. Bu hadisə hansı təhlükəsizlik qaydasının pozulmasıdır? Deməli, şagird hər hansı bəzək əşyası ilə və ya hər hansı bir sırığa ilə, saatla hərəkət edib dərs müddətində və zədə alıb. Müəllim də deyir ki, bu təhlükəsizlik qaydasını hansı təhlükəsizlik qaydası pozulmuşdur? Sualda daha doğrusu deyir. Deyir, avadanlıqları düzgün yerləşdirməmiz. Xeyr, bunun nə aidiyyəti burada? Burada şagirdin özlərində olan saat və asma sırğadan gedir söhbət. Sonra C, məşq ardıcılığı. Xeyr, burada məşq ardıcılığında bir sualda bir söhbət getmir. Bu da ola bilməz cavab. Sonra D variantıdır. Məkanın düzgün seçilməməsi. Xeyr, məkanın dəxli yoxdur. İstər çöldə, istər zalda idman dərsi təbii ki, idman zalında keçirilməlidir. Gedib sinifdə keçirilməli deyil ki. Onun üçün cavab bu da deyil. E-də deyir, fiziki yükün düzgün bölünməməsi. Xeyr, sualda fiziki yükün düzgün bölünməsindən və yaxud da düzgün ardından getməsindən söhbət getmir. Cavab burada olacaq geyim və gigiyena qaydaları. Bəli, şagird gigiyenik qaydalara riayət etməlidir, paltarı birinci yüngül olmalıdır, həmçinin ayaqqabısı sintetik materialdan olmamalıdır, hava keçirən olmalıdır, boş olmalıdır, yüngül olmalıdır geyim. Üstə gəl, üzərində olan hər hansı bir dəlici, deşici, istər alət olsun, istər sırğa olsun, saat olsun, qələm olsun, fərqi yoxdur. İdman zalına daxil olduqda bunları sumkasına qoymalıdır, yəni üzərində saxlanmamalıdır, təhlükəsizlik baxımından. Ona görə cavab müəllimlər olacaq geyim və gigiyena qaydaları. 24. Fiziki tərbiyə dərsində deyir, müəllim dərsə başlamazdan əvvəl zalı yoxlayarkən döşəmənin bir hissəsinin nəm olduğunu görür. Lakin vaxt itirməmək üçün dərsi başlayır. Qaçış zamanı şagirdlərdən biri sürüşərək zədələnir. Bu situasiyada müəllimin əsas vəzifə pozuntusu nədir? Əsas vəzifə pozuntusu. Deməli, müəllim dərsə başlamazdan əvvəl görür, zal bir hissəsi nəmdir və ya da sürüşkəndir, amma vaxtın itirilməməyi üçün tez dərsə başlayır və bunun nəticəsində hər hansı bir şagird sürüşərək yıxılır və burada deyir ki, müəllimin qayda pozuntusu hansıdır, səhvi nədir? Deyir, dərsin planını düzgün qurmamaq, sonra təhlükəsizlik yoxlanmasını tam aparmamaq, dərsin planını düzgün qurmaq, bura tam aydın ola bilməz, ardıcılığı tamam başqadır, amma burada cavab müəllimlər təhlükəsizliyin yoxlanmasını tam aparmamaq. Bəli, demişdim az öncə, müəllim təhlükəsizliyi təmin etməlidir dərsə başlamazdan əvvəl. Zal quru olmalıdır, sürüşkən olmamalıdır, nəm olmamalıdır, yeri işıqlı olmalıdır, təmiz hava daxil olmalıdır. Bunlara müəllim riayət etməlidir. Avadanlıqlar təhlükəsiz məsafədə yerləşdirilməlidir. Müəllim bunlara fikir verməlidir. Ona görə cavab burada təhlükəsizliyin yoxlanmasını tam aparmamaqdır. Müəllimin səhvi burada. 25. Fiziki tərbiyə dərsində müəllim deyir, müxtəlif fiziki hazırlıq səviyyəsi malik şagirdlərə eyni intensivlikdə tapşırıq verir. Bir neçə zəif hazırlıqlı şagird məşqi tam yerinə yetirə bilmir və zədələnmə riski yaranır. Bu situasiyada hansı prinsip pozulmuşdur? Və nə deyir? Dərs müddətində müxtəlif nə deməkdir? Fərqli hazırlıq səviyyəsinə malik olan şagirdlərə deyir, eyni intensivlikdə müəllim deyir, tapşırıq verir. Olmaz axı. Müxtəlif gücə, müxtəlif potensiala malik olan şagirdlərə eyni səviyyədə, eyni intensivlikdə, eyni yükdə fiziki belə deyək, yük məşq vermək olmaz, hərəkət vermək olmaz. Və deyir, bu situasiyada deyir, hansı prinsip pozulmuşdur? Burada müəllimlər fərdi yanaşma prinsipi pozulmuşdur. Şagirdlərə, yəni belə müxtəlif xüsusiyyətə malik, gücə, potensiala malik olan şagirdlərə müəllim mütləq necə yanaşmalıdır? Fərdi yanaşmalıdır. Cavab, fərdi yanaşma prinsipinin pozulmasıdır. 26. Fiziki tərbiyə dərsində şagirdlər deyir, məşq zamanı zarafatla bir-birini itələyir və nəticədə toqquşma baş verir. Bu vəziyyətdə hansı təhlükəsizlik qaydası pozulmuşdur? Təbii ki, nizam-intizamın qorunması. Şagirdlər dərs müddətində nizam-intizamı qorumalıdırlar. Bir-birinə itələyərək zarafatla etməməlidirlər. Deməli, burada əgər məşq zamanı zarafatla bir-birini itələyirsə, nəticədə toqquşma baş verirsə, burada deməli nə pozulub? Nizam-intizam qaydaları pozulub. Qorumayıblar şagirdlər. 27. Fiziki tərbiyədə dərsindən sonra müəllim avadanlıqları yerinə yığmadan zalı tərk edir. Sonra deyir, növbəti dərsdə şagirdlərdən biri alətə ilişərək zədələnir. Bu hadisənin səbəbi nədir? Deməli, müəllim dərs bitir, əvvəlki dərs.
və avadanlıqları yerinə yığmadan zalı tərk edir. Növbəti dərsdə hər hansı bir şagird gəlib o avadanlıqlara ilişərək belə deyək, zədələnir və deyir bu hadisənin səbəbi nə ola bilər? Demişdim axı, müəllim avadanlıqları dərsdən əvvəl quraşdırmalıdır, yoxlamalıdır. Dərsin sonunda isə nə etməlidir? Təhlükəsiz məsafədə yerinə yığmalıdır. Burada da bunun səbəbi nə olmalıdır? Deməli, avadanlıqların dərsdən sonra yığılmaması. Bəli, səbəb budur ki, müəllim avadanlıqları dərsdən sonra yığmayıb. 28. Fiziki tərbiyə dərsində deyir, məşq zamanı yanğın siqnalı verilir. Lakin bəzi şagirdlər müəllimin göstərişini gözləyərək məşqi davam etdirirlər. Bu halda düzgün davranış hansıdır deyir. Deyir ki, A-da məşqi bitirib sonra çıxmaq. Xeyr, məşqi bitirən sonra onlar yanğının içində kül olacaqlar. Olmaz. Sonra B, müəllimi gözləmək. Xeyr, müəllim ilin əvvəlində təlimat verib axı, hər hansı bir fövqəladə vəziyyət baş verdi, yanğın baş verdi, dərhal məşqi dayandırıb zalı tərk etmək lazımdır. Bunu da xeyr. D-yə baxaq, deyir, C-yə baxaq, məşqi davam etdirmək. Xeyr, hay desə ki, məşqi bitirib sonra çıxmaq, hay desə məşqi davam etdirmək eyni mənanı verir. Yəni yanıb kül olacaqlar. E-yə baxaq, avadanlıqları da yığmaq. Xeyr, cəmaət burada can hayındadır. Nə avadanlıqları yığmaq? Buradan həyatdan gedir söhbət, həyatı sağlıqdan gedir söhbət. D-yə baxaq, deyir, dərhal məşqi dayandırıb binanı tərk etmək. Bəli, nə olur olsun, hər hansı bir fövqəladə vəziyyətdə və ya da yanğın zamanı istər şagirdlər, istər müəllim dərsi dayandırıb zalı tərk etməlidirlər və təhlükəsiz bir əraziyə çıxmalıdırlar. 29. Fiziki tərbiyə dərsində şagirdin deyir, burun qanaxması zamanı müəllim ilkin olaraq şagirdin başını bir qədər önə əyir və burnunun yuxarı hissəsindən sıxır. Bu vəziyyətdən sonra deyir, müəllimin növbəti düzgün addımı hansı olmalıdır? Variantlara baxaq. Şagirdi uzadıb ayaqlarını yuxarı qaldırmaq. Xeyr, bunun nə aidiyyəti var buna? Qan gedəcək beyinə, daxilə. Burada özündən getmə bəyən var. Ya hansı bir gicəllənmə yoxdur ki, deyək ki, beyinə qan getmək üçün ayağını qaldırır. Qan dövranı etməkdən ötürü. Sonra C-yə baxaq, deyir, şagirdin başını arxaya əymək. Xeyr, yenə bu da olmaz. Burnu güclə üfütmək olmaz. Şagirdi qaçmağa məcbur etmək, bu da olmaz. Bu da burun qanaxması zamanı müəllimlər başı arxaya aparmaq olmaz. Buruna hər hansı bir pambıq və ya da nəsə tampo taxmaq olmaz. Burnun aşağı hissəsinin dəli hissələrini sıxmaq olmaz. Amma nələr olar? Başı biraz önə əymək olar. Qanın bir qədər gəlməsinə nail olmalısan. Sonra burnun yuxarı hissəsində sıxmaq olar. Həmçinin burnun yuxarı hissəsinə, boyun arxasına, yəni ensə nahiyələrinə hər hansı buz, qar, istər nə bilim soyuq kompreslə qoymaq olar ki, qanaxma dayansın. Burada da düzgün cavab B variantıdır müəllimlər. Deyir, burnun üstünə və ensə nahiyəsinə soyuq kompres qoymaq. Bəli, bu olmalıdır. 30. Fiziki tərbiyə dərsində şagird deyir, qaçış zamanı yıxılır və diz nahiyəsində səthi qanaxma. Yəni səthi qanaxma nə deməkdir? Kapilyar qanaxma müşahidə olunur. Bu vəziyyətdən sonra müəllimin ən düzgün addımı hansı olmalıdır? Yaranı yodla silib, işləyib, sonra sarğı qoymaq lazımdır. Bəli, doğru cavab müəllimlər budur. 31. Fiziki tərbiyə dərsində şagirdlər qolunda güclü qanaxma baş verir. Nə deyir? Güclü qanaxma baş verir. Və qan açıq qırmızı açar söz. Rəngdə fəvvarə var. Yenə bir açar, daha bir açar söz. Şəklində axı. Bu vəziyyətdən sonra deyir, müəllimin ən düzgün addımı hansıdır? Dedi axı. Qan damarları 3 formada olur. 3 qan damarımız var. Var kapilyar, venoz, bir də arterial. Ən üstdə səthdə yerləşən, daha geniş yayılan, damcı halında axan, tez laxtalanan, həyat üçün təhlükəli olmayan nə idi? Kapilyar. Venoz nədir? Venoz tünd qırmızı olur, yapışqan formalı olur, oksigenlə zəngin olmur. Qanı, işlənmiş qanı ürəkdən, orqanlardan ürəyə daşıyır. Bu venozdur. Amma arterial nədir? Daha pullyasiya fontan formasında varır, açıq qırmızı rəngdə olur, oksigenlə zəngin olur, qanı ürəkdən orqanlara daşıyır. Və burada da əgər deyirsə qan açıq qırmızı rəngdədir, fəvvarə şəklində vurursa və güclü qanaxma baş verirsə, təbii ki, burada həyat üçün təhlükə verən bir qanaxma var. Bunun üçün müəllim nə etməz? Yaranı yumaq, xeyr, nə yumaq? Yumağın nə mənası? Qan kəsməyəcək. Sadəcə sarğı qoymaq. Sadəcə sarğı qoymaq kapilyarda olur dedim. Sonra şagirdi uzatmaq mənasızdır. Soyuq kompres qoymaq bu da mənasızdır. Amma C variantında deyir ki, arteriyanı sümüyə sıxmaq. Bəli, arteriyanı sümüyə sıxıb hər hansı bir vasitə ilə qanaxmanı kəsmək lazımdır yuxarı hissədən. Kəsintinin yuxarı hissəsindən və ya da ürəyə yaxın olan hissədən. 32. Fiziki tərbiyə dərsində deyir, şagird top oynayarkən ayağını burxur, yəni burxulma baş verir və hərəkət zamanı kəskin ağrı hiss olunur. Bu vəziyyətdən sonra müəllimin ən düzgün addımı nə olmalıdır? Yəni davranışı hansıdır? Deyir, oynağı zorla hərəkət etdirmək olmaz. Daha belə deyək, zədələnmə baş verəcək, ağrı hiss edəcək şagird. Sonra burxulmanı yerində düzəltmək xeyr olmaz. O həkimə aid olan bir belə deyək xüsusiyyətdir.
Sonra D. Şagirdi qaçdırmaq. Onsuz da bunun ayağı burxulur. Nə qaçmaq? Olmaz. İsti kompres qoymaq mənasızdır. Amma C-də nədir? Zədələnmiş sahəni fiksə edir, sakitlik vermək. Yəni hər hansı bir şinə qoymaq, tərpənməz vəziyyətə gətirmək və sakitlik vermək. Cavab budur müəllimlər. 33. Deyir fiziki tərbiyə dərsində şagird yıxılaraq qolunda açıq sınıq alır və sümüyü ucu dərini zədələyir. Bu vəziyyətdən sonra deyir, müəllimin ən düzgün addımı hansıdır? Ümumiyyətlə sınıqlar iki formada olur müəllimlər. Var açıq sınıqlar, var qapalı sınıqlar. Açıq sınıqlar daha təhlükəlidir. Çünki bilirsiniz niyə? Açıq sınıqlar zamanı sümük dərini, sinir sistemini, damarları, əzələni deşib xaricə çıxır. Və bu da həyatı üçün daha çox təhlükəlidir. Burada da deyir ki, fiziki tərbiyə dərsində şagird yıxılaraq qolunda açıq sınıq alır və sümük ucu dərini zədələyir. Bu vəziyyətdən sonra müəllimin ən düzgün addımı hansıdır? Sümüyü yerinə salmaq xeyir olmaz. Sonra yalnız soyuq kompres qoymaq xeyir. Bu da mümkün deyil. Yaranı təmizləyib qanaxmanı dayandırmaq, bəli və sarğı şina qoymaq. Düzdür, şina olmaz. Belə deyək. Təhlükəsiz bir, tərpənməz bir vəziyyətə gətirmək lazımdır. Amma qanaxmanı dayandırmaq lazımdır. Həmin, belə deyək də, şiş uclu bir sınıq baş verirsə, o, belə deyək, sümüyün ətrafında, belə deyək, hər hansı bir sarğı qoymaq lazımdır. İlk növbədə qanaxmanı kəsməkdən ötürü. Sonra 34. Fiziki tərbiyə dərsində şagird yıxıldıqdan sonra huşunu itirir. Bu vəziyyətdən sonra müəllimin ilk görəcəyi tədbir hansıdır? Şagird dərhal ayağa qaldırmaq xeyir olmaz, onu qaçdırmaq olmaz, su içmək mənasızdır, başını arxaya əymək də bu da mənasızdır, amma tənəffüs və nəbzini ilk növbədə yoxlamalıdır müəllim, sonra başqa tədbirləri görməlidir. 35. Fiziki tərbiyə dərsində deyir, şagirdin qolunda qanaxmanı dayandırmaq üçün juqut qoyulur. Bu vəziyyətdən sonra müəllim hansı vacib deyir qaydalara əməl etməlidir? Juqutu uzun müddət saxlamaq xeyir olmaz, vaxtı deyir qeyd etməmək xeyir, əksinə vaxtı qeyd etmək lazımdır. C-də nə deyir? Juqutun qoyulma vaxtını qeyd etmək, bəli, və 1 saat 15-dən 2 saat və 2 saatdan artıq saxlamamaq. Bəli, düz deyir. Olmaz. Ondan artıq saxlamaq olmaz. Həmçinin vaxtı qeyd etmək lazımdır. 36. Deyir ki, tarazlıq vəziyyətindən uzaqlaşdığı nöqtələr arasındakı məsafə hərəkətin son həddi. Bu nəyin açıqlamasıdır? Bir neçə variantlar var burada. Baxın, görəyin nəyi bildirir? Variasiya nə deməkdir? Deməli, motor sıxlığı, özünə nəzarət, fiziki inkişaf, amplituda. Gəlin aşağıdan gedək. Amplituda az öncə dedim ki, belə deyək. Yox, xeyr. Elə üzr istəyirəm. Tarazlıq vəziyyətindən uzaqlaşdığı nöqtələr arasındakı məsafə hərəkətin son həddi elə amplituda deməkdir. Fiziki inkişaf tamam başqadır. İnsanın belə deyək, orqanizmin morfofunksiyon xüsusiyyətlərinin təbii dəyişməsi və inkişafı prosesidir. Özünə nəzarət. Özünə nəzarət özünün iki metodu var. Bunlar hansılardır? Subyektiv və obyektiv metodlardır. Subyektiv metod özümüzlə aid olan bir haldır. Yəni yuxu, iştah, əhval-ruhiyyə, ağrı və s. ola bilər. Amma obyektiv metodlar isə hər hansı bir ölçmələrdən istifadə edərək çevikliyi, surəti və s. hər hansı bir hərəkət qabiliyyəti ölçmək, buna həmçinin fiziki və funksional göstəricilər də ölçmək demək olar. Yəni belə deyək, nəbz vurğusu və ya da ağciyərin həyat tutumu, bunları da ölçmək məqsədilə istifadə olunana deyilir nə? Obyektiv. Sonra motor sıxlığı. Motor sıxlığı isə dərsdə müəllimlər icra olunan hərəkətlərin vaxt göstəricisinin ümumi dərsin vaxtına nisbəti deməkdir. Açıqlaması budur bunların hər birinin. 37. Sonra deyir qövs ilə bədənin maksimal dərəcədə arxaya, dayağa doğru əyilməsi hansı anlayışın açıqlamasıdır? Bu körpünün açıqlamasıdır. Yəni bədənin əyilmə qabiliyyətində var. Körpü vəziyyətinin formasının açıqlamasıdır bu. Deyir ki, qövs ilə bədənin maksimal dərəcədə arxaya, dayağa doğru əyilməsinə körpü deyilir müəllimlər. 38. Deyir yadro itələnən dairənin kənarına bərkidilmiş alətin adı nədir? Yenə müəllimlər. Bax, burada bir neçə var. Motor sıxlığının az öncə açıqlamasını vermişdim, özünə nəzarətini vermişdim. Deməli, qantikap qalır. Qantikap nədir? İki qaçış zamanı iki idmançı arasında saxlanılan məsafə olan bir qaçışdır, qantikap. Amma segment isə elə yadro itələnən alətin kənarına bərkidilmiş alətin adıdır. Cavab segmentdir. 39. Deyir, insan dayandıqda və hərəkət zamanı vərdiş etdiyi bədənin vəziyyəti olub, fiziki inkişaf və fiziki tərbiyə prosesində formalaşan, belə deyək, məzmunu seçin deyir. Müəllimlər, insan dayandıqda, istər hərəkət zamanı hər hansı bir fiziki inkişaf və yaxud da fiziki tərbiyə prosesində formalaşan bir forma varsa, bu qamətdir. Yəni, qamətin açıqlamasıdır o deyib. 40. Fiziki deyir yükün təsiri ilə, bax, fiziki yükün təsiri ilə. Mən bu günlərə, bax, hal-hazırda danışırımsa, burada nə edirəm? Enerji itirirəm və enerji itirməyin qarşısında nə olan mən? Yoruluram.
Burada da deyir ki, fiziki gücün təsiri ilə yaranan və orqanizm iş qabiliyyətinin azalması ilə müşahidə olunan vəziyyət nədir? Yorulma. Bəli, insan yorulanda artıq orqanizm iş qabiliyyəti nə olur? Azalır. 41. Güclü sürətli oyanma və tormozlama proseslərinin mütənasib getdiyi müvazinətli sinir tipi hansıdır? Ümumiyyətlə 4 belə deyək, sinir 4 belə deyək də müvazinət üzr istəyirəm. Tip var. Bunlar hansılardır? Sangvinik, xolerik, flegmatik və melanxolik. Yəni 4 temperament tipimiz var. Bunlardan müəllimlər ikisi müvazinətlidir, ikisi müvazinətsizdir. Ən zəif, gücsüz, müvazinətsiz olan desələr, deyəsiniz melanxolikdir. Amma ən desək ki, yaxşısı, güclü sürətli oyanma və tormozlama proseslərinin mütənasib olduğu müvazinətli sinir tipi. Bu isə olacaq sangvinik temperament tipinə aid olacaq. Yəni sangvinikdir cavab. 42. İnsanın xoş əhval-ruhiyyəsinin, öz gələcəyinə inamın qarşıya çıxması ehtimal olunan hər hansı çətinliyin dəf ediləcəyinə əminliyin mövcudluğu hansı rifah formasına aiddir? Müəllimlər, 3 rifah formamız var. Var bioloji rifah, sosial rifah, bir də var fiziki rifah, var sosial rifah, bir də mənəvi rifah var. Bu 3 forması. Burada isə deyir ki, öz düşüncəsində, bax, öz beynində fikirləşir ki, gələcəkdə belə deyək ki, öz gələcəyinə inamı var. Fikirləşir ki, hansısa gələcəkdə qarşıma problem çıxacaqsa, çətinlik çıxacaqsa, mən onu dəf edəcəyəmsə, bu olacaq mənəvi rifah. Amma desə ki, onun təhsildə, işdə, cəmiyyətdə yaxşı ailəsinin olması, yaxşı qazanc gətirən işinin olması desə, bu olacaq nə? Sosial rifah. Amma fiziki rifah isə özü ilə bağlıdır. Özünün yəni daxili orqanizminin sabitliyidir. Orqanların düzgün işləməsindən desə əgər sual, bu olacaq fiziki rifah. Deməli, düşüncədə olacaq mənəvi, gələcəkdə yaxşı işinin qazancının olması isə olacaq sosial rifah. Burada da insana əgər xoş əhval-ruhiyyəsinin öz gələcəyinə inam deyirsə, qarşıya çıxması ehtimal olunan hər hansı çətinliyi dəf ediləcəyinin əminliyi deyirsə, cavab olacaq nə? Mənəvi rifah olacaq müəllimlər. Daha sonra müəllimlər. 43. Fiziki tərbiyə dərsinin əvvəlində müəllim şagirdlərin deyir, boy çəki, nəbz vurğusu və ağciyər həyat tutumu göstəricilərini deyir ölçələrək onların hazırlıq səviyyəsini müəyyən edir. Bu yanaşma hansı qiymətləndirmə növünə aiddir? Əgər müəllim dərsin əvvəlində və ya dərsin əvvəlində deyirsə, təbii ki, bu diaqnostik qiymətləndirmə olacaq müəllimlər. Həmçinin diaqnostik qiymətləndirmə demişdik ki, şagirdin boy çəki, nəbz vurğusu, ağciyərin həyat tutumu, həmçinin 6 hərəkə qabiliyyət üzrə diaqnostik qiymətləndirmə normativləri ilə götürülür. Burada da əgər deyirsə ki, boy çəki, nəbz vurğusu, ağciyərin həyat tutumu, təbii ki, bu diaqnostik qiymətləndirmənin xüsusiyyətinə aiddir. 44. Deyir müəllim dərsin əvvəlində şagirdlərin 30 metr qaçış, 3x10 məkiş qaçışı və 6 dəqiqəlik qaçış, burada saxlayaq, bunların hər biri müəllimlər diaqnostik qiymətləndirmə xüsusiyyətinə aid olan normativlərdir. Qaçış nəticələrinə əsasən onların hərəkət qabiliyyət səviyyəsini müəyyən edir. Bu qiymətləndirmə əsas məqsədi nədir? Deyir şagirdlərin yekun balını hesablamaq. Xeyr. Bu belə deyək, illiyə, yekuna aiddir dərs ilinin, tədris ilinin sonunda. Sonra davranış xüsusiyyətlərini ölçmək, xeyr, bu da deyil. Şagirdləri qruplaşdırmaq, xeyr. Dərs planını dəyişmək, xeyr. Cavab tədris prosesinin istiqamətini müəyyən etmək. Bəli, biz diaqnostik qiymətləndirmə niyə aparırıq ilin əvvəlində? Şagirdin bilik və bacarıq səviyyəsini ölçmək məqsədilə və ona uyğun biz planımızı qururuq, dərs planımızı hazırlayırıq, dərsimizi o üzərində davam etdiririk. Deməli, cavab olacaq nə? Tədris prosesinin istiqamətini müəyyən etmək üçün müəllim o normativləri aparır. 45. Fiziki tərbiyə müəllimi deyir, diaqnostik qiymətləndirmə zamanı deyir, funksional inkişafı hansı göstəricilər əsasında müəyyən edir? Boy və çəki, xeyr, boy və çəki fizikiyə aiddir müəllimlər. Bizdən nə istəyir? Funksionalı. Qaçış və tullanma nəticələri, xeyr, bu da hərəkət qabiliyyətlərə aiddir. Davranış və ünsiyyət, deməli, davranış və ünsiyyət, xeyr, bu da məzmun xəttlərin açıqlamasıdır. Oyun fəaliyyəti, bu da xeyr, formativ aiddir və deyir ki, nəbz vurğusu və ağciyərin həyat tutumu. Bəli, funksional inkişafın göstəriciləri nəbz vurğusu və ağciyərin həyat tutumudur. Doğru cavab da nəbz vurğusu və ağciyərin həyat tutumudur. 46. Deyir müəllim, dərs zamanı şagirdlərin estafet oyunlarında iştirakını, hərəkətlərin icrasını və komanda daxilində deyir, davranışı müşahidə edir və qiymətləndirir. Bu hansı qiymətləndirmə növüdür? Bax, dərs zamanı deyir. Bu formativ qiymətləndirmə aiddir müəllimlər.
şagird fəaliyyətinin izlənməsidirsə, şagirdin belə deyək, zəif tərəfini üzə çıxartmaq, həmçinin qiymətləndirmə səviyyələri, qiymətləndirmə meyarları üzrə aparılan qiymətləndirmə desə, formativ qiymətləndirmə aiddir. Hər dərs aparılır, bir akademik, yəni 45 dəqiqə dərs müddətində aparılır. Və yaxud da ki, bax, qiymətləndirmə səviyyəsi və meyarı dedim, buna bir misal üçün nümunə gətirə bilərəm. Deyərsə ki, əgər şagird oyunlar, hərəkətlər və onların təyinatı haqqında tutaq ki, səthi məlumat verir. Burada artıq qiymətləndirmə səviyyəsi tutaq ki, olacaq 2, meyar isə qiymətləndirmə meyarı isə 3 olacaq. Çünki səthi məlumat verir. Ona görə qiymətləndirmə meyarda 3 olacaq. Bunun da açıqlaması müəllimlər oldu nə? Formativ qiymətləndirmə. 7. Deyir, fiziki tərbiyə dərsində surət qabiliyyəti üzrə dərslər tamamlandıqdan sonra, deməli, hər hansı bir hərəkəti qabiliyyət tamamlandı. Və müəllim həmin mövzu üzrə deyir, qiymətləndirmə aparır. Bu hansı qiymətləndirmə növüdür? Təbii ki, kiçik summativ qiymətləndirmə. Summativ qiymətləndirmə özü də 2 istiqamət üzrə bölünür. Var kiçik summativ, var böyük summativ. Kiçik summativ hər tədris vahidindən sonra və yaxud da deyə bilər ki, hər hərəkət qabiliyyətdən sonra aparılır. Amma böyük summativ qiymətləndirmə isə hər yarım ilin sonunda, yəni birinci yarım ilin sonunda və ikinci yarım ilin sonunda. Burada da biz hərəkət qabiliyyətlərinin içərisindən olan, misal üçün, surət qabiliyyətini deyir, bitdikdən sonra müəllim qiymətləndirmə aparırsa, bu kiçik summativ qiymətləndirmənin xüsusiyyətinə aiddir. Sonra 48. Dərs zamanı müəllim şagirdlərə deyir ki, sağa dön, dərs zamanı müəllim şagirdlərə sağa dön komandası verir və onlar 90 dərəcə bucaq altında dönürlər. Bəli, düz dönürlər. Sağa dönmək və ya da sola dönmək 90 dərəcə bucaq altındadır. Daha sonra deyir, yarım sola dön komandası verir. Bu halda ikinci dönmə neçə dərəcə ilə icra olunur? Təbii ki, 45 dərəcə. Yəni, yarım sağadır. Ümumiyyətlə, yerində 5 dönmə var. Sağa dönmə, sola dönmə, geriyə dönmə, yarım sağa və yarım sola dönmə. 5 yerində dönmələrimiz var. Yarım sola ilə sağa dönmək hər ikisi ayrı-ayrıda 90 dərəcə bucaq altında icra olunur. Yarım sola da, yarım sağa da özlərində ayrı-ayrılıqda 45 dərəcə bucaq altında icra olunur. Amma geriyə dönmə isə 180 dərəcə. Yəni sol tərəfdən geriyə dönürsən və 180 dərəcə bucaq altında icra olunur. Burada da cavabımız olacaq, yarım sola deyirsə 45 dərəcə bucaq altında. D variantı. 49. Deyir, dərs zamanı müəllim azad komandası verir. Bir müddət sonra səhv etdiyini anlayaraq olmadı komandasını verir. Bu halda deyir, şagirdlər hansı vəziyyətə qayıtmalıdırlar? Sərbəst vəziyyətə? Xeyr, sərbəst vəziyyət ilə azad komandasındadır. Şagirdlər belə deyək, öz yerlərini dəyişmədən hər hansı bir ayağını digər ayağından belə deyək, qismən aralayaraq və ya da dizləri azaraq bükərək sərbəst vəziyyətdə dayana bilərlər. Budur azad komandasının açıqlaması. Amma burada deyir ki, müəllim deyir, azad komandası verir. Sadəcə deyir, bir müddət sonra deyir, səhv etdiyini anlayaraq olmadı komandasını verir. Olmadıqdan sonra şagirdlər hansı vəziyyətə gəlməlidirlər? Bizdən onu soruşur. B variantına bax, deyir, əvvəlki komanda ilə aldıqları vəziyyətə, bəli, hal-hazır ki, yəni sərbəst vəziyyətdən azad komandasından ki, geridə əvvəlki aldıqları vəziyyət nə edirsə, şagirdlər həmin vəziyyətə geri qayıdacaqlar. Və 50 sonuncu sual. Sınağımızın sonuncu sualı deyir ki, müəllim dərsin sonunda şagirdlərə deyir, 100 metr məsafəni maksimum intensivlikdə sürətlə qaçmağı tapşırır və nəticələri qeyd edərək əvvəlki nəticələri müqayisə edir. Bu zaman deyir, hansı metoddan istifadə edir? Müəllim dərsin müddətində əgər şagirdin fəaliyyətini izləyirsə, müəyyən belə deyək, onun dinamikası haqqında qənaətə gəlirsə və ya da maksimum sürətlə qaçmağı tapşırıb nəticələri qeyd edirsə, bu nəzarət metodunun müəllimlər açıqlamasıdır. Ümid edirəm ki, bugünkü 50 sınaqdan ibarət olan sınağımız, testimiz müəllimlərin xeyrinə yarayacaq. Ola bilər, dərs müddətində xırda qüsurlarımız və texniki hər hansı bir problemlər üzə çıxa bilər. Ona görə üzr istəyirəm, amma ümidvaram ki, izahım aydın şəkildə oldu və belə sınaqlarımız, belə çəkilişlərimiz davamlı olacaq. Oldu. Çox sağ olun.